Deməli, bugün istəyirəm hansı mövzu haqqında danışım. Öz motosikletimi niyə satmışam? Minsk 125-i, 425-i niyə satmışam? İstəyirəm bu haqqında danışım. Deməli dostlar, motosikletin həqiqətən gözəl tərəfləri az deyildi. Yəni demirəm çox idi, yəni az deyildi. Onu mən aldım 2023 səhv verməmsə iyulda aldım. Əşrəflə bir yerdədir. Əşrəf məndən hardasa bir 15-20 gün sonra. Mən deyəsən iyulun 6-sı aldım 2023-də 20 kg vaxtlarda idi. Sözüm onda yox. Bu motosikleti satdım bu ayın, yəni martın bilmirəm 15-i idi, 16-sı idi belə bir vaxtda satdım. Onu bilirəm ki, bir 10 günə yaxında motosikletisizəm də, yəni öz motosikletimi satmışam. Deməli bu neçə il eləyir də, deyim sizə. 2024-ün iyulunda eləyir 1 il. Sonra iyulda avqust, sentyabr, oktyabr, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 5 ay, yanvar, fevral, mart 6 ay. Düz il yarım. 18 ay mən bu motosikleti sürdüm. 18 ayda 39.000 kilometr getmişdi cəmisi. Yəni 18 ay 39.000 kilometr. Bu heç nədir də, elə bir ki sürülməmiş kimi bir şeydir. Harada mən özüm də fikirləşirdim ki, mən bu motosikleti yəni sürməmişəm. O belə bir şey. Sözüm onda yox, bu 18 ayın içində bu motosiklet mənim üçün elə də böyük ciddi problemlər yaratmamışdı. Niyə görə? Mən bunu 2022 model aldım. Baxmayaraq ki 2023-cü ildə almışam, amma 2022 modelini almışdım. Yəni hələ ki gəlməmişdi də salona 2023 model. Sən demə bunun elə ən yaxşı versiyaları 2022-yə qədər olanlardır. Niyə görə? Onu da deyirəm sizə səbəbini. Çünki pavarotum sol işləmir. Çünki qardaş 2022-dən sonra gələnlərdən, alanlardan gördüm də. Mən onu görən kimi başladım bacardığım qədər məlumat yaymağa. Çünki mən o motosikleti 7-8 ayda sürürdüm. Bir qaqaşla rastlaşdım 9-cu mikrorayonda, Tarlan Şadıq Saray tərəfdə. Qaqaş qayıtdı ki, brat, mən də almışam. Daha qadımda da orada mənə baxıb həvəsə gəlib alıb, yoxsa ki, belə ümumiyyətlə alıb. Mən də almışam, amma bir ayda öyle ki, arxa spitsalar dağıldı, onu şeylədim, dəyişdirdim. Dedim, yəqin ki, indi onlar da zavod defektidir. 100 dənədən bir dənə 2 dənə çıxa bilər də zavod defekti. Sonra gördüm, yox, qaqaş, elə kimi dindirirsən, başlayır ki, bəs şeydir. Almışam, dəyişmişəm, almışam, dəyişmişəm, nə bilim, almışam, dağılıb, nə bilim, almışam, raması yox, belə dəmirləri də, yəni zəif çıxıb. Onda dedim ki, bu şey 2022-dən sonra başlayıblar buraxmağa. Amma məndəkində şükür Allaha spitslər qaldım idi. 2022 ilə 23-ü müqayisə eləmək üçün yan-bayan saxladım, baxdım, həqiqətən də 2023 versiyalarda spitslər namnazı idi. Velosipetin spitsinə bir balaca qalın idi də, yəni. Bu belənçində dostlar, yəni o motosiklet mənim üçün nə problemlər yaratdı, mən sizə deyirəm. Çox demirəm, 5000 kilometrdən bir, 50000 kilometrdən bir. Dəyişmədim, daha doğrusu 5000 kilometrdən bir, onun spitsalarını sıxırdım. Aldığım müddətdə motor yağı istifadə elədim. Sonra motor yağı da bir müddət sonra mənə qane eləmədi. Yəni, indi bilmirəm, yağ dəyişilib, keyfiyyəti dəyişilib, dəyişilməyib. Onu dəqiq deyə bilmərəm sizə. Amma bir həqiqət var ki, motorda nəzərimdə tutmuşdum ki, 1500 kilometrdən bir yağı dəyişdirəcəm. Amma baxırdım ki, 1000 kilometr keçəndən sonra motordan səslər gəlir. Necə səslər gəlir? Yəni ki, ürəyim istəyən kimi deyir də, o səs gəlməlidir. Azından bir 1300-1400 kilometrdə, yəni motor yağına görə. Amma ki, 1000-dən bir gəlir. Başladım təzə yağ axtarmağa və tapdım. Volvolar 26-27 manatdır, amma yəni məni çox qane edir, şükür Allaha. Görək, hara gedirik? Boz qapıya gedirik, əlacı. Dostlar, o motosikletdə əsas ciddi problem nələr çıxdı? Tok sistemi. Tok sistemi məni bildiyiniz boğaza yığmışdı. O şey daha namiqlə nəinki namiqlə, Sambirin ısısı ilə da. O şey elektriklərini az qardım ki, daha zarafat açım da, bilirsiniz, yəni
O qədər gedicəl olurdu. Bir 6 dəfə, 7 dəfə, nə bilim 8 dəfə bunun tok sistemini şeylədim, yığdırdım mən. Nağdı bilirəm ki 6-7 dəfə tok sistemində problem çıxdı. Nə problem çıxdı? Güzgələr açılmadım heç. Gəh pavarotiklərdən bəziləri işləmirdi. Misal bunu düzəldirdik, o biri xarab oldu. O birini düzəldirdik, bu biri xarab olurdu. Gəh şeyləri balaca yığmışlar yəni, kabelləri, şunurları balaca yığmışlar yəni. Rulu udarla döndürəndə nə edirəm? Yəni bu neyim bir qatda da olmaq üçün. Ha. Udarla nə edirəm? Yəni orta noşkaya qaldırıb, mesela rul özü dönürdü, avtomatik dang belə sola və yaxud sağa dönürdü. Başlaydı qırılırdı, içindən tel qırılırdı. Sonra ona ki hər kabelin öz rəngi olur da, nə bilim qarası olur, sarısı olur, qırmızısı olur, karışdırısı olur. Hər kabel başqa bir şeyə xidmət göstərirdi də. Misal üçün belə qırmızı qabaq faran idi və yaxud göylər pavarotiklər idi. Xülasə axır Namiq sağ olsun, bilmirəm 30-35 manat belə hani bir xərc çəkdim axırda. Namiq götürdü, uzatdı bütün kabelləri hamısını bircə uzatdı. Ondan sonra dayandı bu kabel problemi, müəyyən qədər dayandı. Sonra deyirlər ki, drajenisi çoxdur. Valla bunun drajenisinin yanında, onun drajenisi bildiğin toya getməlidir. Yəni ki, şey deyir. Yəni belə güclü bir drajenisi olan motosiklet deyir də. Yəni kim deyir? Onu niyə görə ki, mən əvvəlki motosikletdə sürdüyüm motosikletlərdən təcrübə yığmışam. Bilirəm ki, motosikleti aldığım gün sıxdırmaq daha məsləhətdir. Yəni boltlarını yaxşı sıxmırlar. Təkərini nə bilim kırlasını zadı düzgün bağlamırlar deyənə. Ona görə başlayır o drajeni verməyə. Ona görə alan kimi məsləhətdir ki, onu bir özünü ya sıxasan, ya sıxdırasan ki boşalanda motor əsir. Bu da başlayır. Ara girirsən ha qaqaş. Boşalanda motor əsir. Motor əsdikcə də, motor tezə motorda xələ açılışmayıb. Motor əsdikcə də başlayır boltları yerindən laxlatmağa. O da drajenini artırır. Ən əsas motorun boltlarını heç sıxdırmaq deyəndə ki, özümü sıxdım. Deyirlər, tapanca ilə zadla. Tapanca ilə çox məsləhət deyir. Yəni onu həddindən artıq sıxmaq olmaz. Ümumiyyətlə boltu, şurupu, qaykanı onun öz limiti var. Limitindən artıq sıxmaq olmaz. Niyə görə olmaz? Başlayır sarbat getməyə. Və yaxud sən onu sıxırsan, səhərsi ki, nəsə lazım olur. Onu müəyyən qədər boşaldı və yaxud açdırıb nəsə duqa bağlaya bilərsən və yaxud nəsə bir aksessuar taxmaq istəyərsən və yaxud və s. başqa şeylər. Sonra sənin üçün problem yaradacaq. O açılmayacaq. Başlayacaq sarbat olmağa. Usta tanıyıram ki, onu usta demək olarsa da, yəni adını siz qoyun. Adicə motosikletin yağını dəyişdirmək edirsən. O yağın boltu nə olan şeydir ki, sən ona nə bilim neçə min atmosfer güc verib sıxırsan sən onu. Sən yəni düşüncən bu qədər dardır, bu qədər sən kütbeyinsən ki, sən fikirləşmirsən ki, bu yağın boltu sarbat oldu. Bolt özü sarbat olmur, bolt özü sarbat olsa cəhənnəmə gəlirsən 5 manata, 10 manata da alırsan, taxırsan yerinə. Motorun altı bağlanan rezbəsi sarbat olsa, getdin tokara bir 30-40 manat, 50 manat belindədir. Tokar, yəni 30-40 manat bir yana vaxtın gedir, işindən də olursan. Hələ tupo ustalarımız da var, sağ olsunlar. Yəni var gücü ilə bir var yox güc verib sıxırlar ona. Hələ bir ki, nə bilim, heç istəsən hələ sıxmazlar. Normasında qardaş, onu özünü hiss edirsən, çıx edir, çıx deyirəm, yəni hissiyat verib, Allah Taala hissiyat verib bizə. Və budur, trajedi problemini, məsələsini bunu həll elədik. Sonra qaldı. Bir dənə də onda problem idi. İşıqlar akkumulyatora yox, birbaşa dinamoya bağlı olduğuna görə ancaq motosiklet xodlu halda, yəni xoda salırdınız, startını xoda düşürdü, xodlanandan sonra başlayır işıqlara yanmaq. O da necə yanır? O beləncə də miqatlıya yanıb sönür. Niyə görə ki, dinamoya bağlı. Axı dinamo ilə tam zatıqı yığmayıb deyənə başlayır miqatlama etməyə. Onu mən sağ olsun Namiq şərədi mən üçün birbaşa qoşdurdum. Buradan bir düymə qoymuşdu mən üçün. Birbaşa akkumulyator qoşulmuşdu. Yəni açara buran kimi yanırdı. Sonra başqa problem sizə nə deyim? Deməli, bir dənə müştərinin də sifarişini verim. Boz qapı.
Siqnalını yadımdan çıxdı, silib təmizləmədim ama. Deməli, boz qapı görək. Burada gəldim ki. Əlaqə saxlayalım. Salam qardaş. Buyurun. Baxıram hamısı boz qapıdır, bilməm hansını deyim. Sağ ol. Deməli qardaş sifariş verib yazıb boz qapı. Buna bax qardaş. 1, 2, 3, 4, 5, 6, 7'dir. Bu da 8. 8 dən boz qapı var. Şifrə kimi bozdur. Qolmuşam olan olsun. Yaxınmışım olsun. Bundan şübhələnmişdim ama bu olmadı. Neyse ya, qayıdaq mövzumuza. Bu niyə əsr ola? Qayıdaq mövzumuza. Sonra Minskdə başqa nə idi? Üstündə bax Duqa gəlmir. Düzdür, çox motosikletin üstündə olmur Duqada. Çox deməyək, bəzən üstündə olmur. Bunun da üstündə Duqa gəlmir. Duqa yəni vacib şərtlərdən biridir. Duqasız biraz, nə bilməm, bəlkə də nitro görsən, necə deyim sizə. Lüt görsən də, elə o motosiklet Duqasız. Onu Duqada yığdırdım. O motosikletin üstündə deyim də sənə qədər xərc qoymuşdum da. 2 dənə Allas təkəri, təkərin birini vuraq, ardasa endirmə düşmüş deyənə 75 manatdan 70. Bu ikisinə bir 150-160 manat vermişəm. Deyil abi 150 manat. 150 manat onun təkərləri, 55 manat rul isidicilər qoşmuşdum ona. Elə də 205 manat. 50 manat səhv vermirəmsə, 55 manat Duqasına xərc çəkmişdim. Elə də 260 manat. 260 manat. Wranglerə biraz sonra bir ki soxublar da mənə. Çünki həqiqətən də o da yəni tam orijinal, ümumiyyətlə orijinal Wrangler deyildi. Amma 60 manat itələmişlər. 260, o da 60, 320 manat. Akkumulyator qoydum ona, Ghost kimi akkumulyator elə belə yox ha, 60 deyəsən, onu deyəsən 60-65 şey deyil, səhv bilmirəmsə. Gəlin lap deyək 60-dan, 320, o da 60, 380 manat. Bir də belə xırda-xırış xərclər qoymuşam, deyək 400 manat. Yəni 400 manat onun üstündə xərc edən xərc, yəni aksesuar kimi deyək ona. Yəni bir var ki, sürürsən, rasxodniklərlə problem çıxır. Bir də var ki, yəni aksesuar kimi vacib şeylər qoydurmuşdum ona. 400 manat qoydum üstünə. Bir də ən maz gələn şeyi, bunu press kamera eləmək olmur yəni. Əslində olur, yaxşı usta olsun, belə baş sındıran usta. O şey kimi, belə germetika kimi şeylər var, izolentlər var. Diskin içindən bağlayırsan ki, hava buraxan yeri zad olmasın, çünki spil salan yeri var axı. Ondakı biraz çətin məsələdir, yəni çox usta baş qoşmur. Öyle ki, %100 garantiyası yoxdur da onun. Press kamera olmadığına görə də ən çox onu mən bir preslər ki 3-4 ayın içində 5 dəfə, hələ mən saydığım 5 dəfə arxa kamerasını dəyişdirmişəm. Deyə bilərsiniz, yamaq da vurdu. Yamaq o bir dəfə namı məndə sarı namı almışdım da, başıma oynatmışdı namı. Ona yamaq vurdurdum, heç yaxşı da vurmamışlar. Yamağı yaxşı da vurmamışlar deyənə. Başını tezdən buraxmağa, ona görə elə ən yaxşısı, ən salamatı deyib tezə kamera alıram. 12-15 manatdır da opşum. Ən çox əsəblərimi ki oradan onun arxa təkərini buraxmağa. Çünki sən planlaşdırırsan ki, mən səhər işə çıxıram. Neysə, planlaşdırırsan ki, səhər işə çıxacağam. Həvəslə gəlirsən motosikletə oturmağa, orta noşkadan salırsan, görürsən təkər qutab olub, əncir olub, yapışıb bir-birinə. Arxa təkərinin bahirənsinə olmağı canım üçün. Başqa yenədir, amma ciddi bir problem yox idi. Çünki mən bütün problemlərini həll elədim. Axır benzin verdim ona. Bir də axırıncı mənə onun ən çox xərc elədiyi, yəni ən böyük rasxodu nə oldu? Salnikini dəyişdirdim. Ümumi salniki, baxın belə deyim sizə. Salnik plus sepi qısaltdım, ardıca 2 diş sepdən kəstirdim, çünki tez uzandı sepi. Tez yəni ki, bir 5-6 ay uzandı da, yəni bir necə uzandı. Tam gəldi, dirəndi də, yer yox idi, dartmağı, təkəri dartmağı.
Sarnikini dəyişdirdim, sepini qısaltdırdım, bir də spitsasını. Deyəsən ancaq tək qabaq təkən spitsasını. Ümumi 90 manat ona xərcim çıxmışdı. Ən axırıncı yəni rasxodum. İndi gəlin keçək bunun yaxşı tərəflərinə. İndi mənfi tərəflərini, yəni minus tərəflərindən danışdım. O da var. Minus tərəflərindən danışdım. İndi bacardığım qədər yadımda olanları danışdım. Minskin ən müsbət cəhətlərindən biri, ən müsbət, ən yaxşı cəhətləri, ən sevdiyim cəhətlərdən biri. Motorunun dözümlülüyü olmaq idi. Çox dözümlü motoru vardı. Bir də raması həqiqətən də möhkəm idi. İstər ramasının möhkəmliyi, istər adını siz deyin, virkalarının qalınlığı, möhkəmliyi, materialı çox xoşuma gəlirdi. Yenə deyirəm, söhbət mənimdəki modeldən gedir və yəni 2022 model və 2022-dən köhnə olan modellərdə. Təzə modellərdə mən dəqiq bilmirəm. Spitsan %100 bilirəm ki, zəif gəlir, amma raması, virkası haqqında bir söz deyə bilmərəm. Onu indi kim alıb sürürsə, var izləyicilərim, mən dəqiq bilirəm. Çünki mənim özümə dedikləri ki, biz almışıq sana videolara baxıb. Ramasıdır, sonra virkasıdır, çox möhkəm idi, çünki 2 dəfə ağır qəza keçirmişəm oyla. Heç olmamış da. Bu adı yadımdan çıxdı, orada bir şey var. Adını yadıma salıb mən, yadıma salıb yazacağam orada. Ona kimi belə əyilməmiş. Yüngül var, hə, virkası bir balaca əyilmişdi. Yəni o da ki, normal bir haldır. Çünki avtobus qoymuşdu arxadan bana. Onu normal bir haldır. Yüngül var əyilmiş. Yüngül əlbəttə dartmaq vardı. Ya sola idi, ya sağa idi. Amma çox o qədər cüzi idi ki, sürəndən sonra 1 metr sonra ümumiyyətlə hiss olunmurdu da yəni. Hə, neyinisən? Siqnalım da işləmir. Neysə, onu çox bəyəndim. Karabkası da normal idi. Əsas odur ki, normal yağ tökürdüm yana. Karabka da məni incitmirdi. Yəni normal şeydi. Haydi bir daha yenə orana. Elə bir zay yerə gedirəm bu dəqiqənin özündə ki, qaldığımız yerdən də davam edeyim Minskdən. Yəni müsbət cəhətləri bunlardır qardaş. Motor, karabka qaydasında, virkaları möhkəm, canım sənin üçün, raması daş döyan, amma gərginən ki, bəzi xroniki problemləri təbii ki var idi. Neyse dostlar, çox uzun-uzadı danışdım Minsk haqqında. Yəni belə də uzun danışılası bir şey yoxdur da, motosiklet deyil də. Amma bir şey də deyim sizə, yadıma düşdükcə deyirəm, çox yumuşaq, çox yumuşaq, çox rahat motosikletdir. Bu nəsə Minsklərdə elə bir ki, ancaq rahatçılıq nəzərə alınıb da. Çünki mənim köhnə Minskimdə də ilk, yəni motosikletimdə də, ilk göz ağrımda. Onda da bana rahatçılıq bomba kimi idi, elə bir ki, inamarka sürürdüm. Rahatçılığı yerindədir, yəni sirenkasının yumuşaqlığı zaten hamısı qaydasındadır. Başqa da yəni güclü bir tərəfi yoxdur da. Əsasən onu mən niyə görə almışdım ki, eşitmişdim ki, motoru daş döyəndi. Elə həqiqətən də şahidi oldum ki, daş döyəndi. Bir də o bayaqlara saydım sizin üçün ki, 380 manat xərc qoymuşam üstünə, bir şey yaddan çıxmışdı. Onun arxa qabaq ulduzlarını dəyişdirmişdim. Arxa ulduzunu kiçiltmişdim. 42 ya 43 idi öz radnoyu üstündə gələni. Onu 38 eləmişdim. Qabağı da deyəsən 1 ya 2 diş böyük qoymuşdum. Və sepini də dəyişdirmişdim də. Yəni o ilə bir yerdə 400-420 manata yaxın bir xərc qoymuşdum üstünə. Sürəti də sürət idi ya. Sürəti yəni Waze-la 110, rovnu 110-111 arası və 110 deyildi. 110 görmüşəm oyuna sürəti. Neyse dostlar, bunu satdım. Minsklə vidalaşdım. İndi yaxşı pis, axır ki, xatirələrimiz olub oynan. Hər motosikletin öz hekayəsi, öz xatirəsi olur.